Hansı linza qoyulsun gözə? Bu bir neçə linzalar var. Ağıllı linzalar deyirlər, multifokal linza var, torik linzalar var. Çox bir çeşidlər çoxdur. Bunu sizə ancaq sizin həkiminiz baxıb deyə bilər. O bir tez-tez verilən suallardan biri də həkim, bu ağrılıdırmı ya yox? Əlbəttə ki, heç bir ağrı yoxdur. Əvvəllər biz narkoz verməliydik mirvarisi xaric eləmək üçün. Ondan sonra keçdik iynə vurmağa. Hal-hazırda artıq elə müalicələr var, elə dərmanlar var ki, sadəcə bir dərman damcılamaqla artıq ağrı tam keçir və əməliyyat təxmini 5 dəqiqə vaxt aparır, həmən günündə evə gedirsiniz. İki gözdə birdən eləyək ya, bir gözü hal-hazırda məsləhət olur ki, bir-bir olunsun. Aralarında da 1-2-3 həftə vaxt ola bilər, yaxud da 10 ilə qədər gözləyə bilərsiniz. Əsası odur ki, göz tibi görünsün və bir xəstəlik olsa onu vaxtında biz müalicəyə başlayaq.